Türkiyə səyahəti part 1 start verilmişdi. Hal-hazırda burada xanımlarla hava limanına hazırlaşırıq. Daha doğrusu artıq düşmüşük hava limanına və içəri daxil olmağa çalışırıq. Xeyla xanım, Aynura xanım, Aytəçə xanım, Günay xanım, Vüsələ xanım hər biri hal-hazırda burada özümüz üçün video çəkirik. Birdən yadıma düşür ki, Həyat xanımı unutmuşam və yaxınlaşıb Həyat xanımla görüşürük. Sonra xanımlarla birlikdə gedirik hava limanına. Təyyarəyə biletlər alındı. Neynirik? Yavaş-yavaş yollanırıq. Təyyarəyə doğru irəliləyirik və hal-hazırda da təyyarədəyik. Biraz qorxuluydu, amma çox gözəl idi hər şey. Burada daxil olmuşuq, düşmüşük artıq. Yollanırıq otelə. Şirkət tərəfindən möhtəşəm bir görüş qarşılama bizləri gözləyir. Hal-hazırda burada gördüyünüz kimi şirkət tərəfindən çox möhtəşəm şəkildə qarşılanmışıq. Şirkətin də bizə verdiyi dəyər zaten buradan görsənir. Oynadıq, güldük, şəlləndik. Birazdan neyniyəcəyik? Birazdan da otelə daxil olacaq. Hal-hazırda belə çəkilişlər gedir və hal-hazırda otelə daxil olmuşuq. Otel gördüyünüz kimi çox gözəl şəkildə görsənir. Buradakı gördüyünüz hər biri şirkət sakinləri və şirkətin bir üzvüdür və hal-hazırda Vüsələ xanımla otağı axtarırıq, tapmağa çalışırıq. Burada Xeyla xanım bizə yol göstərir, tapmağa kömək olur və nəhayət ki tapdıq. Vüsələ xanım burada sumkanı zülmdən daşıyır. 3119-cu otağa daxil olduq Vüsələ xanımla birlikdə. Otaqla tanış oluruq və hal-hazırda yollanırıq eyvana. Çünki mənzərəmiz çox gözəl olmalıdır. Mənzərəyə baxmaq üçün Vüsələ xanım qapını açır və mən də baxıram. Çox gözəl mənzərə. Bundan sonra da axşam yeməyinə hazırlaşırıq və düşdük. Burada isə yeməklərə başlamışdıq.